İvan Bunin, Soyuq payız. Həmin ilin iyun ayında o bizim malikanədə qonaq idi. Biz onu həmişə özümüzə yaxın insan kimi bilmişik. Rəhmətlik atası atamın dostu və qonşusu olmuşdu. 15 iyulda Sarayevada Ferdinandı öldürdülər. 16-sı səhər qəzetləri gətirdilər. Atam əlində Moskva gecə qəzetini tutub yemək otağına daxil oldu. Hardakı masa ətrafında mən, o və anam əyləşib çay içirdik. Atam dedi: "Mənim dostlarım, müharibə, Sarayevada Avstriya Kron şahzadəsi Ferdinandı öldürüblər, bu müharibədir." Pyotr günü bizə çoxlu insan gəlmişdi. Atamın ad günü idi. Naharda o mənim nişanlım elan edildi. Lakin 19 iyulda Almanya Rusiyaya müharibə elan etdi. Sentyabr ayında o bizə bir günlük gəldi. Gəlmişdi ki, cəbhəyə getməzdən öncə bizimlə vidalaşsın. Və budur, bizim vida gecəmiz gəldi. Şam yeməyindən sonra adəti üzrə samavar verdilər. Və samavardan tərlənmiş pəncərəyə baxan atam dedi: "Qəribədir, ilk payız olmasına baxmayaraq hava belə soyuqdur." Biz həmin gecə sakitcə oturmuşduq. Nadir hallarda bir-birimizə heç də vacib olmayan sözlər, kəlmələrlə bölüşürdük. Çox sakit idik. Öz sirli düşüncə və hisslərimizi gizlədirdik. Atam payız haqda nəsə dedi. Mən balkonun qapısına yaxınlaşıb dəsmalla şüşəni sildim. Bağçada siyah göy üzündə parlaq, təmiz, buzlu buludlar işıq saçırdı. Atam kresloya söykənib siqaret çəkirdi. Masa üzərində asılmış, istilik verən lampaya fikirli nəzərlərlə baxırdı. Anam eyləklə kiçik ipək torba tikirdi. Nə torba olduğunu biz bilirdik və bu qorxulu və təsirli idi. Atam soruşdu: "Sən deməli səhər tezdən yola düşmək istəyirsən, yəni sabah səhər yeməyini yedikdən sonra deyil?" "Bəli. Əgər icazə versəniz, sabah tezdən gedərdim." O cavab verdi: "Bu çox sıxıcıdır, lakin mən hələ evimizdəkilərə sərəncam verməmişəm." Atam yüngülcə ah çəkdi. "Yaxşı ürəyim, sən bilirsən. Əgər belədirsə, ananla mən tez yatmalıyıq. Biz səhər tezdən mütləq səni yola salmaq arzusundayıq." Anam qalxdı və gələcək oğluna xeyir dua verdi. O anama, sonra atama baş əydi. Təklikdə qaldığımız zaman bir müddət yemək otağında oturduq. Mən pasiyans düzmək fikrinə düşmüşdüm. O otaqda bir küncdən o bir küncə addımlayırdı. Sonra soruşdu: "İstəyirsən biraz gəzişək?" Qəlbimdə ağırlıq vardı və mən könülsüz cavab verdim: "Yaxşı, gəzişək." Girişdə əynimizi geyinən zaman o nəsə haqda düşünməyə davam edirdi. Boş təbəssümlə Petanın şeirini yada saldı. "Necə də soyuq bir payızdır. Şalına bürünüb, kapotunu gey." "Kapot yoxdur," mən dedim. "Şeirin adı necədir?" "Xatırlamıram. Deyəsən belədir. Zülmətli havada ağcıqayın ağaclarının arasına bax. Sanki yanğın başlayacaq." "Hansı yanğın?" "Əlbəttə ki, ayın doğması." Bu şeir kənd payızının gözəlliyini əks etdirir. Şal və kapotunu geyin. Bizim nənə və babalarımızın zamanı. Aman Allahım.
Aman Allahım, sənə nə olub? Heç nə əziz dost. Lakin necə də sıxıcıdır. Həm xoş, həm qüssəlidir. Mən səni çox, çox sevirəm. Geyinib yemək otağından balkona çıxdıq. Oradan bağçaya keçdik. Əvvəlcə elə zülmət idi ki, onun əlindən tutdum. Sonra işıqlı göy üzünü, parlayan ulduzları aid edə bildik. O dayanıb bizim evə tərəf döndü. Bir bax, evin pəncərələri xüsusi bir payız sayağı işıq saçır. Sağ qalsam, ömür boyu bu gecəni xatırlayacağam. O mənə baxdı və o, mənim üzərində olan İsveç örtümlə məni qucaqladı. Üzümdən tüklü yaylığı çəkdim. Başımı yüngülcə əydim ki, o məni öpə bilsin. Öpdükdən sonra o mənim üzümə baxdı. Gözlərin necə işıq saçır. Sənə soyuq deyil ki, hava lap qışda olduğu kimi soyuqdur. Əgər məni öldürsələr, yəqin ki, həmin an məni unutmazsan. Mən düşündüm. Həqiqətən, birdən öldürdülər. Doğrudanmı qısa müddət ərzində onu unuda bilərəm? Axı sonda hər şey unudulur və tələsik, öz düşüncələrimdən qorxub cavab verdim. Belə danışma. Mən sənin ölümünə dözə bilmərəm. O susub yavaşca dedi. Nə etmək olar? Əgər öldürsələr, mən səni orada gözləyəcəm. Sən yaşa, həyatdan həzz al. Sonra mənim yanıma gələrsən. Mən ağladım. Səhər tezdən o yola düşdü. Anam onun boynuna həmin kiçik torbanı asdı. Orada qızıl sima ikona vardı. Hansını ki onun atası və babası nə vaxtlarsa gəzdirmişdi. Xat çəkərək ağır ümidsizliklə ayrıldıq. Onun arxasınca qapıda durub baxırdıq. Elə keyləşmiş bir halda idik ki, bu yalnız kimisə uzun səfərə yola salanda olur. Hiss etdiyimiz yalnız ətrafımızda olan uyğunsuzluq idi. Günəşli havada otlar üzərində parlayan buz dənəcikləri. Biraz durub boş evimizə geri döndük. Mən öz otağıma keçib əllərimi belimə qoyub nə edəcəyimi bilmirdim. Hönkürtü ilə ağlayımmı və ya var gücümlə mahnı oxuyum. Onu öldürdülər. Necə də qəribə bir sözdür. Onu bir aydan sonra Qalitsin tərəfdə öldürdülər. Və həmin hadisədən 40 il keçib. Bu illər ərzində çox şeylər yaşanıb. Bu illər elə uzun gəlir ki, onlar haqda diqqətlə düşünəndə, ağlında o sirli, anlaşılmaz, qeyri-mümkün olan anları canlandıranda, qəlbən və zəka ilə keçmiş adlandırdıqlarına qəbullana bilmirsən. 18-ci ilin yazında artıq nə anam, nə də atam həyatda yox idi. Mən Moskvada yaşayırdım. Smolensk bazarında bir alverçinin zirzəmisində qalırdım. Hansı ki mənimlə məzələnib elə hey deyirdi. Hə, necəsiz xanımcıq? Vəziyyətiniz babatdır, yoxsa yaxşıcıq? Mən də ticarətlə məşğul olurdum. O vaxtlar əsgərlər çox şeylər satırdılar. Şinellər, üzük, xaç, güvə, yemiş, xəz yaxalıq və s. Və burada Arbat bazarında
Alver zaman gözəl qəlbli bir insanla rastlaşdım. İstefada olan yaşlı bir hərbçi. Hansına ki tezliklə ərə getdim və apreldə Yekaterinburqa yola düşdük. Biz ora ərimin bacısı oğlu ilə birlikdə getdik. Hansı ki 17 yaşında olanda könüllü olaraq cəbhəyə can atıbmış. Donda və Kubanda 2 ildən çox qaldıq. Qışda, tufanda. Bir çox qaçqınlarla Novorossiyskdən Türkiyəyə yola düşdük. Gəmidə ərim tifdən vəfat etdi. Artıq mənim heç bir yaxınım yox idi. Yalnız bu 3 nəfərdən başqa. Ərimin bacısı oğlu, onun gənc xanımı və onların 7 aylıq balaca qızı. Lakin bir müddətdən sonra ərimin bacısı oğlu və onun xanımı Krıma, Vrangelə qoşulmaq üçün getdilər. Övladlarını mənə buraxdılar. Elə orada da itkin düşdülər. Mən isə uzun müddət Konstantinopolda yaşadım. Özüm və qızım üçün ağır, qara işlərdə çalışaraq çörək qazandım. Sonra qızla birlikdə haralarda olmadıq ki. Bolqarıstan, Çexiya, Belçika, Paris, Nitsa. Qız çoxdan böyüyüb və Parisdə yaşayır. Lap əsl fransız qadınlarına bənzəyir. Çox xoş qızdır, lakin mənə qarşı soyuqdur. Madlen dükanının yanında şokolad mağazasında çalışır. İncə əlləri, gümüşü dırnaqları ilə atlas kağızlı qutulara qızılı lentlər bağlayır. Mən isə elə Nitsada yaşayıram. Allah göndərdiyi ilə keçinirəm. İlk dəfə mən Nitsaya 1905-ci ildə gəlmişdim. O zaman heç düşünə bilərdim ki, həmin xoşbəxt günlərim bir daha olmayacaq. Elə onun ölümünü də belə keçirdim. Yalandan söylədim ki, onun yoxluğuna dözə bilmərəm. Lakin indi hər şeyi xatırlayan zaman özümdən soruşuram. Həyatımda yadda qalan nə olub? Və özümə cavab verirəm. Yalnız o soyuq payız gecəsi. Həqiqətənmi elə bir gecə olubmuş? Olub. Və bu həyatımda olan yeganə yadda qalan bir zamandı. Qalan nə varsa lazımsız yuxudur. Və mən inanıram. Çox inanıram ki, hardasa oralarda o məni gözləyir. Elə o vaxt ki, sevgi ilə, elə həmin gəncliyi ilə, o gecə olduğu kimi. Sən yaşa, həyatdan həzz al. Sonra mənim yanıma gələrsən. Mən yaşadım, həyatdan həzz aldım. Artıq vaxt. Artıq vaxtdır.